4 iyun 2026-cı ildir və həftənin cümə axşam günü dəyərli izləyicilər, Nazir müavini ətin qiymətindən danışdı. Ətin qiyməti ucuzlaşacaq. Maraqlı bir anonsdur. Anonsa keçməzdən əvvəl isə bu videonu bəyənmənizi və bu ana qədər kanalımıza abunə olmamısınızsa, abunə olmanızı rica edirəm. Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsi, istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir. Bunu Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirinin müavini Zaur Əliyev deyib. Nazir müavini bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır. Zaur Əliyev qeyd edib ki, ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitlik yaranacağını düşünürük. Onun sözlərinə görə hazırda Azərbaycanın mal ətinə tələbatının 83,7%, qoyun ətinə tələbatının 94,2%, quş ətinə tələbatının isə 82% yerli istehsal hesabına ödənilir. Siz nə gözləyirsiniz bu anonsdan? Qiymətlər sizcə həqiqətən də aşağı düşəcəkmi? Nə qədər olmasını arzulayırsınız? Lütfən şərh bölməsində bu barədə öz fikirlərinizi yazın, dəyərli izləyicilər.